Traderlar, hər birinizi bir daha xoş gördük. İnşallah bu günləri mən sizə yenidən premium qrupu tanıdacağam və bu niyə məhz daha çox mənim videolarımda yer alır? Bu premium qrup. Uşaqlar, mən premium qrupu digər əməliyyat qrupları kimi yaratmamışam. Mənim premium qrupumda, yəni daha doğrusu bizim akademiyanın premium qrupunda uşaqlar tək əməliyyatlar paylaşılmır. Burada əməliyyatlı olan risk idarəsi necə olmalıdır? Hansı ki biz sizə birbaşa əməliyyat atıb özünüz necə edərsiniz demirik və burada əməliyyatın təhlükəli olub olmadığını, əməliyyatda olan proseslərdə, yəni biz sizə dəstək göstəririk. Yəni əməliyyat mənfəətli olaraq əməliyyatdan çıxın deməyimiz belə əməliyyatın bir risk təhlükəsindən keçdiyini göstərir ki, biz bunu görürük öncədən və sizə deyirik ki, bu əməliyyatı müəyyən bir belə deyək də kar səviyyəsində bağlayın, yəni TP səviyyəsində bağlayın. Və burada vacib olan nədir? Burada həm dərslik keçirilir, burada həm gold üzərinə əməliyyatlar paylaşılır, həm forex sahəsində əməliyyatlarımız paylaşılır, hansı ki valyuta cütlüklərində əməliyyatlarımız paylaşılır və idarəçilik də uşaqlar zamanla biz onu da sizə başa salırıq. Burada necə bir idarə olmalıdır və biz bu mənfəəti necə əldə etməliyik. İndi isə keçək biz premium qrupumuza. Bu bizim qruplarımızdır. Bizim əsas vacib olan qrupumuzdur. Premium qrupdur. Uşaqlar, bu premium qrupda biz nəticələrimizi, real nəticələrimizi burada paylaşırıq. Açdığımız əməliyyatları, yəni atırıq. Hansı ki özümüz açdığımız əməliyyatları sizə də tövsiyə edirik. Siz də girib bizim mənfəətlərimizi əldə edə bilərsiniz. Bura fundamental texniki analiz, yəni biz xəbərlərlə də əməliyyatları açırıq. Ona görə yanaşmalarımız bizim daha səliqəli və dürüstcəsinədir və burada iştirak edən insanlar da yəni buna şahiddirlər. İndi mənim bu qrupu tanıtmaqda məqsədim nədən ibarətdir? Əlbəttə ki, hər bir trader öz açdığı əməliyyatının, yəni həqiqətən də bir keyfiyyətli nəticə verirsə, yəni 80-85% bir nəticəsi varsa, bu əlbəttə ki, bunun üçün böyük bir uğurdur və bundan da əlavə bir qazanc əldə etmək istəyir. Sual yaranır ki, sən özün qazanırsansa bunu pulsuz elə. Uşaqlar, mən özüm böyük bir qazanc əldə eləmirəm. Mən də hər kəs kimi günə 30, 40, 50 arası olur. Bu şəkildə qazanırıq. Çünki biz uzun vadəli qazanclara fokuslanırıq. Uşaqlar, yəni bizə abartmaq lazım deyil. Hansı ki biz çox görürük. Hər hansı bir qrupda demo hesaba keçib, demo hesabda yəni 0.10, 0.50 yəni bir lotuna 20-30 əməliyyat açırlar. Yəni bu heç bir məntiqə sığmır. Yəni həqiqətən də mənə gəlir elə bir qazanc qazansam, mənim heç bir əməliyyat qrupum pullu olmaz. Yəni pulsuz olar, yəni ödənişsiz olar. Əlbəttə ki zamanla inşallah o levela da gəlib çata bilərik, o balansa da gəlib sahib ola bilərik. Amma insanlara dürüstcəsinə yanaşmaq lazımdır. Yəni biz ticarət eləyəndə biz 30-40 pipslik bir ticarət etmirik qol üzərində. Bizim TP1 səviyyəmiz uşaqlar 70-80 pips arası olur. Hansı ki biz bunu burada paylaşım edirik. Yəni bizim birinci TP1 səviyyəmiz 70 pips olur. Və burada paylaşılan bütün əməliyyatların, yəni göstəriciləri buradadır, əməliyyatların mənfəətləri buradadır. Yəni kimlər qoşulmaq istəyər qrupa, biz öncədən ödənişi almırıq. Burada diqqət etdiyimiz bir pozisiya var ki, biz sizi 5 günlük qrupa ödənişli şəkildə əlavə edirik. Siz qrupun gedişatına baxırsınız, qrupun məntiqini başa düşürsünüz və qrup xoşunuza gələrsə bizə yazırsınız ki, artıq mən qrupu real istifadə etmək istəyirəm. Yəni mən 5 gündən sonra artıq ödəniş edib qrupda qalmaq istəyirəm. Və bu fürsəti biz sizə yaradırıq. Yəni bir çox qruplar bunu yaratmır. Biz sizə bu fürsəti yaradırıq ki, siz girib burada bunu baxa bilərsiniz. Burada bizim paylaşdığımız əməliyyatların nəticələridir. Burada paylaşırıq. Yəni kimlər istəyərsə gəlib 5 gün baxa bilər, qrupun keçmişinə də baxa bilər. İndiki səviyyəsinə də baxmaq üçün atırıq ki, 5 gün ticarət içərisində bizim açdığımız əməliyyatların şəffaflığına baxasınız. Yəni bu həftənin nəticəsidir. 9 əməliyyat, stop səviyyəmiz yoxdur. 9 əməliyyatın 9-u da uğurludur. 2000 pips gold üzərindən mənfəət əldə etmişik. Burada çat bölməsidir. Çat bölməsində müzakirələr bu gün nə baş verə bilər? Burada ancaq açdığımız əməliyyatların idarəçiliyi, açdığımız əməliyyatlarda nə baş verə bilər? Bunun müzakirəsi gedir. Bu texniki analiz sahəsidir. Bura mən məlumatları ötürürəm, uşaqlar. Hansı ki burada nələr var, bunları bölüşürəm. İndi bu göstərmir. İndi bunu da aktivləşdirəndən sonra siz qrupa daxil olanda rahat şəkildə görə biləcəksiniz. Və bura forex sahəsidir. Forex sahəsində valyuta cütlüklər üzərində əməliyyat paylaşılır. Ancaq hansı valyutalar bunu da biz seçirik. Yəni biz GBP USD, Euro USD, AUD USD və NSD USD-də biz
əməliyyatlar açırıq və anında pozisiya olaraq yəni hərəkətləri bir eyni stabillik qoruduğuna görə bay açanda hamısında bay açırıq, sel açanda da hamısında sel açırıq. Əlbəttə ki, bu fundamentalla bir yanaşma olur burada. Yəni burada da girib bizim keçmişə baxa bilərsiniz, hansı ki, keçmişdə baş verən əməliyyatların nəticələrinə də baxa bilərsiniz. Aylıq nəticəmizə də baxa bilərsiniz, günlük nəticəmizə də baxa bilərsiniz və həftəlik nəticəmiz. Bu bizim həftəyə olan əməliyyat sayımızdır. 8 əməliyyatımız olub. Yəni siz bildiyinizə görə nəticə sayısına anlaş olanlar, yəni 400 pips çox böyük bir mənfəətdir valyuta əməliyyatlarında və bu da bizim nəticəmizdir. Fundamental baxımdan, fundamentalı burada günlük fundamental yanaşmadır, hansı ki, bazarda nə baş verə bilər, nələr olur və nələr olacaq deyə bir açıqlamadır. Bunu da paylaşır və əlbəttə ki, bu bilgilərə görə biz əməliyyatlarımızı icra edirik və burası swing əməliyyat sahəsidir. Swing əməliyyat sahəsi hələ ki aktivləşməyib. Bu günlük, həftəlik əməliyyatlarımız burada bölüşüləcək və risk idarəsidir, psixologiyadır, patternlərin olduğu bir sahədir. Yəni hər hansı bir qrafik açanda, yəni qrafikdə nələr baş verdiyini bu qrupa girib, buradakı patternlərə baxıb buna görə hərəkət eləyə bilərsiniz. Demirəm bu patternlər 90%, 100% işə yarayır. Heç bir texniki və fundamental 100% işə yaramır. Əlbəttə ki, yəni bunu da nəzərinizə çatdırmış olun. Burada dərslik sahəsidir, hansı ki, həftədə bir dəfə burada dərslər keçirilir. Və uşaqlar, kimlər qoşulmaq istəyərsə buyurub keçid edib qoşula bilərsiniz bizə. Və biz komanda şəklində işləyirik və əlbəttə ki, burada təcrübəsi olan insanları əlavə edirik. Yəni təcrübəsiz və real praktikası olmayan heç bir insanı biz bura əlavə etmirik. Çünki burada vacib olan düzgün risk idarəçiliyidir. Yəni biz bunu da nəzərə alırıq. Xəbər olacaq, öncədən real alıram ki, xəbərlə əməliyyat olsun, olmasın. Bunun məlumatını aldıqdan sonra da xəbər olacağını bildiyimiz an, yəni non-farmdır deyə biz əməliyyat açırıq. Və detaylı şəkildə qeyd edirik ki, bura, məsələn üçün, qolda alın 120 pipslik bir zərər qoyun, əməliyyata yanaşma eləyin. Və bu da 400 pipslik mənfəətimiz. Xəbərlə bir dəqiqə içərisində aldığımız mənfəətdir. Burada keçmişlərə gedib baxa bilərsiniz. Yəni biz 5-6 ayda fəaliyyət göstəririk bu premium qrupda. Yəni bunun keçmişlərinə gedib biz yanaşma eləyə bilərik. Hansı ki, buradakı bir keçmişlərə biz baxa bilərik, nə mənfəətlər nədir. Burada yəni hər şey şəffaf şəkildə paylaşılır. Yəni mən bunu bu qədər çəkməyim səbəb odur ki, yəni hər kəs buna dayandırıb da baxa bilərsiniz. Qrupa da gəlib keçid edib baxa bilərsiniz. Uşaqlar, biz əziyyətlərimizi, çəkdiyimiz burada əziyyətlərimizi, etdiyimiz analizlərimizi, saatlarla etdiyimiz analizləri əlbəttə ki, bir xeyrini görmək istəyirik. Bu bizim işimizi və biz də öz işimizdən qazanc əldə etmək istəyirik. Həm özümüz ticarət edib 5-dən 3-dən qazanırıq, həm də insanlara, real təcrübəsi olan insanlara, yəni burada nələri necə etmək lazımdır, ona da göstəririk ki, gənclər, bura bizim giriş zonamızdır və burada biz gözləyirik ki, bu qiymət bu səviyyəsinə çatsın, əməliyyatlara girək. Biz daha çox uşaqlar market əmri ilə əməliyyatlara daxil oluruq. Çünki pozisiyaların dəqiq olması üçün yanaşmalarımız da budur. Çünki gold üzərində olan əməliyyatlar, goldun hərəkətlərini, yəni ticarət edirsinizsə, əlbəttə ki, bilirsiniz. Biz sərbəst bu şəkildə işləyirik. Uşaqlar, biz botlarla işləmirik. Yəni biz öz real təcrübəmizi güvənib hərəkət edirik. Yəni mənim hər birinizə tövsiyəm, əgərləri həqiqətən də bu ticarət sahəsinə maraqlanırsınızsa, bu ticarət sahəsinin öyrənin təlimini keçin, ondan sonra başlayın real praktikalara. Vacib olan budur. Çalışın kiməsə yox, özünüzə güvənin birinci növbədə, yəni öz güvəniniz olsun və həqiqətən də uğurlu bir sahəni seçib ona diqqətli şəkildə yanaşma etmək lazımdır. Biz də bu qrupu yaratmaqda məqsədimiz, mən bu qrupu sırf əməliyyat qrupu üçün yaratmamışam. Öz açdığım əməliyyatları paylaşıram ki, gənclər, mən buna giriş edəcəm. Sərbəstdir. Kim istəyər girər, kim istəyər girməz. Əlbəttə ki, bu məsuliyyətli bir şeydir. Yəni sən bu premium qrupa qoşulanda, belə deyim də, sən bu premium qrupa qoşulanda tək əməliyyat almırsan. Yəni əməliyyatı istifadə etmirsən. Buradakı bilikləri istifadə edirsən. Və mən bu fürsəti yaratdım. Kimlər ki qoşulmaq istəyəcək, bunun öz ödənişi var. Əlbəttə ki, direkt bölməsini yazacaqsınız. Yəni böyük bir məbləğ deyil. Bu sizin bura qoşulub real bir kapitalına sahib olduqdan sonra, yəni siz bu kapitalı düzgün idarə edə biləndən sonra, əməliyyatlarımızı düzgün istifadə edəndən sonra artıqlaması ilə o kapitalı çıxardacaqsınız. Yəni ödəniş isə çox cüzidir. Bunu da direkt bölməsinə yazırsınız. Biz isə ətraflı geri dönüş edirik. Və əlavə olaraq da ki, ödənişsiz qoşulmaq istəyənlər 5 gün əlavə edirik, baxırsınız. Və əlavə olaraq da bunu da nəzərinizə çatdırım. Yəni mən bu fürsəti yaratmışam. Hər kəsin bildiyi kimi partner olduğumuz şirkətdir.
Hansı ki biz bunun qarşısında komissiya alırıq və bizə də lazım olan sizin etdiyiniz depoziti itirməmənizdir ki, biz açılan lot həcmindən bir nəsə qazanc əldə edə bilək və bu da sizin kapitalınızın açıq aydın şəkildə deyirəm, qalması deməkdir. Yəni siz burada kapitalınızı itirəndə biz nəsə qazanmırıq. Bizə lazımdır ki, siz kapitalınızı qoruyub saxlaya bilin və siz açdığınız əməliyyatların spreaddən bizə və şirkətə komissiyaya gəlsin. Və həm sən qazanmış olursan, həm şirkət qazanmış olur, həm də biz qazanmış oluruq. Şirkət onsuz həm sən itirəndə də qazanır. Bu normaldır. Həm sən qazananda da qazanır. Amma biz necə qazanırıq? Bizə lazım olan qazanmaqdır. Yəni sən burada qazanc əldə edəsən ki, biz də qazana bilək. Və bunun üçün də bu fürsəti də yaratmışam. Bizim linklə, bizim partner olduğumuz linklə kimlər ki qeydiyyat edəcək? Bu açıq aydın deyirəm. Çox insan bu məlumatı bölüşmür. Kim qeydiyyat edəcək? Əlbəttə ki, 200-300 dollar depozit şərti ilə bunu balansıva etməlisən və o balansı orada qoruyub saxlamaq şərti ilə. Yəni o balansı orada sıfırlasan, səni qrupdan kənarlaşdıracaq. Yəni bunu da unutmayın. Etdiyiniz depoziti saxlayırsınız balansınızda əməliyyatları açaraq, bizim əməliyyatlarımız. Yəni başqa bir hər hansı əməliyyat qrupu ilə əməliyyat açıb, özün əməliyyat açıb balansını itirsən belə yenə səni uzaqlaşdıracaq. Burada vacib olan bizim əməliyyatlarla, bizim sizə tövsiyə etdiyimiz risk idarəçiliyi ilə əməliyyatları açanda qazancı görəcəksiniz. Amma öncədən deyirəm, gəlin birinci növbədə qoşulun, 5 gün demo hesabla test edin. Əməliyyatları açın, baxın. Açın, baxın. Görün 5 gün içərisində siz həftəni bir həftəyə mənfəətdəsiz yoxsa mənfəətdə deyilsə qrupdan çıxa bilərsiniz, ödəniş etməmisiniz, depozit də etməmisiniz. Amma bu sizin mənfəət verdisə, bu sizin xoşunuza gəldisə, bizim şərtlərlə ya ödəniş, aylıq ödəniş edə bilərsən, ürəyin hansı brokerdə ticarət edə bilərsən və yaxud da ki, mən dediyim kimi bu cürə yanaşma edirsən. Uşaqlar, bu açıq aydın şəkildə, yəni mən bir izah elədim, bura mənim təcrübəmin olduğu bir sahədir, yəni mən burada öz biliklərimi paylaşım edirəm ki, hər kəs də girib buradan mənfəət götürə bilsin. Mənə lazım deyil disiplinsiz insan, mənə lazımdır disiplinli insan və ticarəti bacaran insan. Bura təcrübəsi olan insanlarla doludur. Siz də gəlib burada iştirak edə bilərsiniz. Oldu uşaqlar, özünə müğayət olun. Hər birinizə disiplinli və səbirli ticarət arzu edirəm. Səbri bizim onsuz da silahımızdır, disiplin isə bizim nizam-intizamımızdır. Bunların birləşməsi bizim əsas uğurumuzdur. Oldu uşaqlar, özünə müğayət olun. Əsas da sağlam olun, sağlam qalın. Allah amandır.